Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. Əmək pensiyaları haqqında qanuna əsasən 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub. Sferas xəbər verir ki, bunu Unikala açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq. Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artım olacaq. Təxminən 1.100.000-dən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq. Deputat bildirib ki, maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir. 2025-ci ildə minimum əmək haqqının artırılaraq 400 manata çatdırılması baş verdi. Eyni zamanda bir sıra sektorlarda əmək haqqı artımları oldu. Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əmək haqqlarının artırılması reallaşdı. O baxımdan 2026-cı ildə də sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq. Bütövlükdə dövlət büdcəsindən sosial istiqamətdə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41%-dən çoxudur. 2026-cı ildə sosial təminat tədbirləri prioritet olaraq qalmaqdadır.